düzgün qidadan başlayır. Saçların böyüməsi üçün qidalar. Androgenik veya androgenetik alopesiya, yəni kişi və qadın tipi saç tökülməsi, dermatoloqların ən çox rast gəldiyi xroniki problemlərdən biridir. Bəli, kişilərdə buna kişi tipi saç tökülməsi, qadınlarda isə qadın tipi saç tökülməsi deyilir. Hər ikisi əsasən başın yuxarı mərkəz hissəsində tədricən və davamlı saç itkisi ilə xarakterizə olunur. Gəlin sizə biraz da saç üçün qidalanmadan danışım. Yemək saç tökülməsinə necə təsir edə bilər? İnsanlarda aparılan bəzi maraqlı araşdırmalar mikrobiomun, yəni bağırsaq bakteriyalarının nə qədər güclü olduğunu göstərir. Hətta belə hallar olub, sağlam insanın bağırsaq bakteriyalarını digər şəxsin bağırsağına köçürdükdən sonra saç tökülməsi yaxşılaşıb və bu dəyişiklik kiçik yox, həqiqətən böyük olub. Tamamilə keçər olan bir kişi transplantasiyadan bir neçə ay sonra saç çıxarmağa başlayıb. Bir ildən sonra isə, baxın, tamamilə saçları bərpa olunub. Bu hekayənin mənası qəhvəyi smuzi içmək deyil. Mənası budur ki, bağırsaq bakteriyalarını sağlam saxlamalısan. Populyasiya tədqiqatları göstərir ki, kişi tipi saç tökülməsi aşağıdakılarla əlaqəlidir. Pis yuxu rejimi, ət və zərərli qidaların tez-tez qəbulu, əksinə daha çox təzə tərəvəz, təzə göyərti, həmçinin soya südünün müntəzəm qəbulu saç tökülməsinə qarşı qoruyucu təsir göstərir. Hətta həftədə bir neçə dəfə soya içkisi qəbul edənlərdə orta və ağır dərəcəli saç tökülməsi riski 62% daha aşağı olub. Bu da bitkilərdə elə maddələrin olduğunu göstərir ki, saçları qoruya bilər. Bitki mənşəli müalicə üsullarının bəziləri saç tökülməsini yan təsirsiz şəkildə həll etdiyini iddia edir. Amma reklam şüarlarına yox, sübutlara baxmaq lazımdır. Çünki bəzi tədqiqatlar siçovullar üzərində aparılıb. Məsələn, siçanların dərisinə arı zəhəri sürtüb saçlaşdırmaq kimi. Hətta insanlarda aparılan bəzi araşdırmalarda da nəzarət qrupu, yəni plasebo olmayıb. Bu halda nəticəni qiymətləndirmək mümkün deyil. Ancaq iki bitki maddəsi, acı bibərdəki kapsaisin və soya bitkisindəki izoflavonlarla bağlı randomizə edilmiş 2 qat kor, plasebo nəzarətli ciddi klinik araşdırma var və nəticə bunu göstərir. Həm kişilərdə, həm qadınlarda saç böyüməsi əhəmiyyətli dərəcədə artır. Budur bəzi əvvəl və sonra şəkilləri. İndi sual. Bunun üçün nə qədər lazımdır? Gündə 6 mg kapsaisin, 75 mg izoflavon. Görəsən bu real qidalarla nə qədər edir? 6 mg kapsaisini adi bir xalapenyo bibərinin 1/4 qədərini yeyərək almaq olur. Bu çox əlçatandır. 75 mg izoflavonu isə 4/3 stəkan tempe və ya 1 kəsa soya dənəsi ilə almaq mümkündür. Soya qozaları daha da konsentrasiyalıdır. Amma yüksək temperaturda qızardılarkən zərərli maddələr yarana bildiyi üçün onları mütəmadi yemək tövsiyə edilmir. Balqabaq tumu yağı ilə bağlı da ciddi klinik araşdırma aparılıb. Bu fikir hardan gəlib? 2009-cu ildə aparılan bir tədqiqatda prostat vəzi böyüməsi olan kişilərə gündə cəmi 320 mg balqabaq tumu yağı verilib. Bu da demək olar ki, 2 ədəd balqabaq tumu qədərdir və nəticə sidik axını yaxşılaşmışdı. Bu anti-androgen təsiri göstərdiyi üçün ola bilsin ki, saç tökülməsində də kömək etsin. Siçanlarda işlədiyi görünmüşdü, amma insanlar necə? Baxmayaraq ki, çox vaxt balqabaq, qarpız, badımcan tumlarını atırıq, əslində onların tərkibi çox zəngindir. Ancaq təsir edib etmədiyini anlamaq üçün yalnız elmi testlər qərar verir. Bir tədqiqatda kişi tipi saç tökülməsi olan 76 iştirakçı 24 həftə boyunca 2 qrupa bölündü. Bir qrupa balqabaq tumu yağı kapsulu, digər qrupa isə heç bir təsiri olmayan saxta kapsul, plasebo verildi. Cəmi 400 mg, yəni yenə də 2 balqabaq tumu miqdarı. Nəticə, balqabaq tumu yağı alan qrupda saçların sıxlığı 40% artdı. Plasebo qrupunda isə cəmi 10% artım olub.
Budur bəzi əvvəl və sonra şəkilləri. Kimin hansı qrupda olduğunu bilməyən müstəqil ekspertlər də eyni nəticəyə gəldi. Plasebo qrupu biraz geriləyib, balqabaq tumu yağı qrupu isə nəzərə çarpacaq şəkildə yaxşılaşıb. Balqabaq tumu yağı alanlarda 95% ya eyni qaldı, ya da yaxşılaşdı. Kontrol qrupunda isə 90%-dən çoxunda vəziyyət ya dəyişmədi, ya da pisləşdi. Bu qədər güclü hormonal təsiri olan maddənin hər hansı seksual yan təsiri ola bilərmi? Araşdırmada bunu da test etdilər və nəticə göstərdi ki, heç bir mənfi təsir aşkarlanmadı.